Peyğəmbər sallallahu aleyhi və səlləmin şairi idi. Həssən İbn Səbit radiyallahu anhunun, yaxşı olardı ki, Səhih Buxaridə keçən hədisi zikr edək ki, həmçinin onun fəzilətindən danışmış olaq. Peyğəmbər sallallahu aleyhi və səlləm ondan tələb edər ki, Həssən şeir danışına. Həssən radiyallahu anhu da Allah Rəsulunun şeirlərində məth edərdi. Hətta məsciddə olarkən Həssən radiyallahu anhu İbn Səbit şeir oxuyur. Ömər radiyallahu anh keçəndə məscidin tərəfindən irad tutur ki, Həssən məsciddə şeir oxumazlar. Yəni ümumən qardaşlar, məscidlər la tubnal məsacid li hazə. Yəni məscidlər ibadətdən qeyri olan şeylər üçün nəzərdə tutulmayıb. Namaz və elm öyrənmək. Yəni ibadət nə ki ibadətdir, məsciddə olar. İbadətdən savayı olan şeylər məsciddə olmaz, icazəli deyil. Və şeiri də Ömər radiyallahu anh oxuduğunu görür, onu irad tutur ki, məsciddə şeir oxuma. Həssən radiyallahu anhu Ömər radiyallahu anh söyləyir ki, səndən daha xeyirlisi məsciddə olarkən oxumuşam. Sonra Həssən İbn Səbit radiyallahu anhu Abu Hureyra radiyallahu anhuya çevrilərək deyir ki, səni and verirəm Allaha. Peyğəmbər sallallahu aleyhi və səlləm, ey Həssən, Allahın elçisinin əvəzinə müşriklərə cavab ver. Və həmçinin Allah Rəsulu dedi ki, ey Allah, Həssəni müqəddəs ruhla ona kömək etkinə. Belə dediyini eşitmədimmi ey Abu Hureyra? Həssən radiyallahu anhu Abu Hureyra deyir. Yəni eşitmədim ki, Allah Rəsulu deyir ki, ey Allah, Həssənə müqəddəs ruhla kömək elə. Yəni Cəbrail aleyhissalamla ona kömək eləginə. Ey Həssən, mənim əvəzimə müşriklərə cavab ver şeirlərində. Abu Hureyra deyir ki, bəli, eşitdim. Baxın qardaşlar, yəni haqq gəldi, Ömər radiyallahu anhu susur, heç nə cavab vermir. Çünki dəlil gəldi.